Yəni nəfs ləvvamə, nəfsi qınayırsan, nəfs səni qınayır, nəfslə danışırsan. O nəfsin bir tamı var, dadı var. O möminlərin nəfsidir. Hansı möminlər günah eləyərlər. Hər gün eləyərlər. Tez-tez eləyərlər və dərhal tövbə eləyərlər. Dərhal tövbə eləyərlər. Şeytan onların günah eləməyindən artıq yorulub. Artıq şeytan hərdən gəldik, biraz fasilə verək. Şeytan hərdən gəldik ki, günah eləmək biraz fasilə verək. Bir həftə toxunmuyor da sənə. Tövbələrin çoxdur. Şeytan artıq onun tövbələrindən bezib, onun tövbələrindən qorxur. Niyə görə? Çünki onun tövbəsi həmin günahına keçmiş günahlarını silir. Bunu şeytan əl vermir. Onun tövbəsi, onun gözyaşları, onun hönkürtüsü, onun Rəbbi ilə xəlvətdə üzr istəməsi, onun bütün geçmiş günahlarını sildir. Şeytan yox, bu mənə əl vermir. Bu günahımı toxunmayın bunu. Və görürsən o insana bir ay bir zahidlik abidlik gəlir. Bir iman fışqırır, dəhşət şey deyir ki, Allahım sənə əhd verəm. Bir də mən o günah eləməyəcəm, əhd vermə heç vaxt. O əhd vermək də şeytandandır. Şeytan gəlsən özü səni tərk edib. Bir aylıq. Əhd vermə. Çünki əhd verəndə əhd bozacaqsan. Əhd pozmaqdan da kəbairdir, böyük günahlardandır. Düzdür, ona da tövbə var elhamdülillah. Onu da Allah bağışlayır. Tamam? Ha? Əhd vermə. Sadəcə Allah'tan deyir ki, Allahümme inni əsəlükə thəbətə aləl-əmr və lə'azimətə fir-rüşd. Sünnədə olan dualar var, qardaş. Onlarla qidalanın, onlarla faydalanın, onları əzbərli mənasını düşünün və onlarla Allah'a yaxınlaşın. Peyğəmbər sallallahu aleyhi ve sellem onu özü üçün eləməyib ki. Əslində o müəllimdir. Əslində o bizim üçün eləyib onu. Bizi öyrətmək üçün. Baxın, sabitlik istəyirəm. Salamat qəlb istəyirəm. Əzimət istəyirəm, əzimət. O əzimət ki bizdə yoxdur. Hansı birimiz əzmkarıq? Ya Rabbi, bir daha məni o günahda görməyəcəksən. Hay, hər həftə görür səni. Elə deyil. Kim bacarır? Bu nəfsi ki qınayırsan, hər dəfə Allah'a yaxınlaşır, hər dəfə bağışlayırsan, nəfslə əməl başı, nəfs səni qınayır, sən nəfsi qınayırsan, bu nəfs Allah Taala'nın sevdiyi nəfslərdəndir. Dəlil nədir? Allah Taala onu and içmişdir. La uqsimu bi yevmil qiyamah və la uqsimu bin nəfsil ləvvamə. And olsun qiyamət gününə. Allah Subhanahu taala and içdiyi şeylər də əzəmətli şeylərdir. And olsun ləvvamə olan nəfsə. Qınayan nəfs. Ay sən bunu eləməməliydin. Bu nədir? Bu qınayır səni. Və görürsən ki, həmin insan həmin günaha təzədən qaydanda tər basır, ürəyi döyünür, həyəcan keçirir, haldan hala düşür. Həmin o nəfsdir. Ləvvama, qınayır. Neyinirsən? Təzə tövbə eləməmişsin, təzə əhd verməmişsin. Səndə sifət var, nə qədər insan əhd verər, nə qədər əhd poza bilər. İndi şeytan digər qapıdan yaxınlaşır. Ey, kəzzəb, Allahı aldadan. Nə qədər səndə sifət var. Adam hər dəfə Allahı aldadar, hər dəfə əhd verir, hər dəfə əhd pozar, hər dəfə əhd verir, hər dəfə tövbə pozar. Getdiyin ona uyma. Bil ki, şeytanı fərq eləməz hansı qapıdan sənə qalib gəlir. Ümid kəsmək, yoxsa əksinə. Gətiyin. Həmin diyaloqa baxın, hədisinə gəlir. Deyir ki, şeytan deyir ki, izzət və cəlalına and olsun ki, onların ruhu bədənlərinin içərisində olduqca mən onları saptıracağım. Allah Teala deyir ki, və bi'izzəti, mən də öz izzət və cəlalıma and verirəm ki, onlar qayıtdıqca qayıdacağım. Tövbə etdikcə qayıdacağım. İstiğfar etdikcə əff edəcəm. Yəni sən onları azdırdıqca mən də onları əff edəcəm. Madəm ki qayıdacaqlar.